elə bir ki 45-dir də. Yəni elə hiss olunur, nəfəs almaq olmur. Biz bizə də Bakıda 34 dərəcə isti olur da. Amma sağ olsun Bakı küləkli şəhəridir. Bunu hiss etdirmir. Burada olmadı bir şiir. İki devlet, bir millet, ihtimal sorgusu yok. Nasıl bir devletimse bizim. Xalqın blogerlər kimi bugün mən də düşündüm ki, marketdən abur-cuburlar alacağım, bunların dadına baxacağım. Hər dəfə videolara baxıram, çox maraqlı gəldi. Dedim ki, bu səfər mən də çəkəcəm. Tak, part 1, Dubayski abur-cubur. Deməli, nələr almışam? Chipslər, sonra belə şokoladlar, rozovi, nəsə belə görünüşü çox xoşum gələn məhsullardan almışam. Sonra qeyri-adi bir kola, nə bilim, Dubayski kola. Belə bir gluten free snacklər. Bunlar da çox maraqlı gəldi mənə. Jelibon. Yəni jelibonsuz olmaz. Çox rəngi pink olduğuna görə seçdim. Belə qəşəng maraqlı sok aldım. Görək dadlarına baxaq görə necə dadlıdır, yoxsa yox. Orada bilmirəm nə qədər pul xərclədim, amma gözümə gələn hamısını götürdüm. Hə, buradakı Zero Cola çox da bu da fərqlidir, qeyri-adidir. İndi keçək partiyə dadlarına baxaq. Так, başlayırıq. Chippy. Corn chips. Neyse. Adına çok takılmayaq. Tadına baxaq. Tadı da. Şey. Yani. Cheetos'un tadını verir. Maraqladım. Ama çok tutumlu. Ben de chipsler sevmiyorum açıkçası. Ama yani fena değil. Yemeği olar. Sonra böyle jelibon. İç. Jelibon. Soft jelly. Bu da Dubayski versiyadır. Neyliydi bilmirəm. Ama yemeği olar. Yok açabilsem ben burada açmalıyım. Yani her şey kim düşməlidir de biri. Tak, dadına baxaq. Jelibonları ama sevirəm. Tak. Bizdə yükədir o. Bir dənəsi yükədir. Yarısı yiyəcəm. Yəni, bildiğimiz standart jelibondur. Heç bir fərqi yoxdur. İşte. Yəni, обычный jelibondur. Elə hamısını da prosta upakovkalar fərqlidir. Çeşidləri çoxdur, amma yəni belə çox fərqləri yoxdur. Bu amma Hindistan product of India'da, yəni Hindistan məhsuludur.
Yaxşı, burada mən sizə deyim ki, dəhşət çoxdur. Hindistanlar, Pakistanlar, yəni qara millət çoxdur. Açabilsəm, dağıtmasam, inşallah. Allah. Bizdə o qabiliyyət hardadır. Aha. Bu da bizim Hindistanlı sneklərimizdir. Pakovkası belə bir şeydir. Mənlikdir. Kesin gəlmədi. Böyle şirin dadı var, nipanyak dadı var. Bilmiyorum, istiyotla şirniyyətin qarışığıdır da, yəni belə bir daddır. Yəni tipik Hindistanlar tarzındadır. Dislike. Mənlik deyil yəni. Belə bir şey almışıq. Chocolate milk. Mən ümumiyyətlə çuda şokolada çox sevirəm. Şokolada çox sevirəm. Amma dedim ki, bunu görmüşkən bunu dadına baxacağım. Görək. Bu yəqin ki, bu da Dubayskidir çünki ərəb dilində nəsə yazılır. Baya bəyəndim. Yəni bunu çox bəyəndim. Prosta bir dənə mənfi tərəfi odur ki, 4 gün, yəni sroku var da, yəni gərək gedənə yaxın alam. İşte bu götürəcəm. Chocolate milk, amma очень вкусно. Emirati produkt. Severim belə şeyləri. Şokolad mənim. Neyse, gidək next. Chips, aman. Ayda mən niyə bunu götürdüm? Mən yəni istiyotlu sevmirəm, amma neyse götürdüm. Bir də xoşuma gəldi. Elə bildim, neyse Pringles'a oxşuyur əslində. Pakovkasına aldandım. Amma zərər yoxdur da. Neyse, bu da belə fason bir şeydir. İstiyotludur yəni. Ədəbiyyatlı, istiyotlu. Ətənimayam. Mənlik deyil. Amma belki kimse istiyotlu ədəbiyyatlı sevir. Chips aman. Haradadan geldik. Delicious Cream Sticks Strawberry. Neyse belə meyvəli çubuqlardır da. Yəni qabı çox qəşəng gəldi mənə. Əslində qabı biraz Lindor'un qabına oxşadı, ona görə dedim. Ayda bu skoç tanıb mən bunu necə açacağım? Yəni aça bilmədim. Ay. Neyse, bunu sonra baxarıq. Onun yerində kolan götürək. Dubayski Zero Cola. Zero Sugar. Görək dadlı fərq var mı Azərbaycanlılarla? Azərbaycan istehsalı. Eyni şey. Aynı. Просто pakovkası fərqlidir. Yəni dadı eyni şeydir. Tamam mı? Ne qaldı? Qaldı. Dünən açıb yediğimiz upakovkası. Yəni bu Dubai şokoladını dünən gözləyə bilmədim. Dünən açdım, yedim. Və qalan budur. İlk öncə də deyim ki, valla mən çox bəyəndim. Yəni Dubai şokoladını. Yəni Bakıda yeməmişdim. Özümü saxlamışdım. Gözləyirdim ki, gələcəm. Sırf Dubai'da yiyəcəm originallardan. Mən adına baxdım. Mən çox bəyəndim. Burada hər qiymətə var. 100 dirhəmə də var. 40 manata da, 50 manata da, 12 manata da var. Yəni Azərbaycanda kimi. Azərbaycandakı dadını bilmirəm, amma burada mən çox bəyəndim. Ne uç parayla. Mənim ağız dadıma uyğundur.